Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Sizlərlə mənəm Rövşən Məcizadə və Bağım Əmlak Agentliyi olaraq bugün sizə Mərdəkanda, Bravo yolunda və Mərkəz yola çox yaxın istiqamətdə 9 sot torpaq sahəsinin üzərində zövqlə, səliqə ilə inşa edilmiş bu gözəl bağ evini təqdim edirəm. Bağ evimiz 270 kvadratdan ibarətdir və burada nə yaxşıdır ki, yaşıllıq sevən insanlar üçün demək olar ki, çox gözəl bir landşaft var və landşaftın mən deyərdim ki, bu ağaclar illər keçdikcə lap belə böyüyəcək. Evin arxasında da bağça var. İlk öncə onu da göstərmək istəyirəm sizə ki, evin arxasındakı çox geniş bir bağçadır və bu evin proyekti elə qurulub ki, yataq otaqlarından, eləcə də qonaq otağından birbaşa olaraq bağça görüntüsü var. Kənarlara panoramik pəncərələrdir. Küçəsi çox geniş, rahat və tupikdir. Yəni, sırf qonşulara aid olan bir küçəsi var. Burada dövlət kommunal xətləri də mövcuddur. Və həyətə daxil olan kimi sağ istiqamətimizdə bizdə qarajdır. Gördüyünüz kimi iki avtomobil üçün çox normal bir qarajdır. Və mən buradan keçirəm yay və qış mətbəxinə. Yay və qış mətbəxinin qarşısında belə bir gözəl bir manqal da inşa ediblər ki, necə deyərlər, burada barbekü zonamızdır. Bu evi elə mən satmışdım 2 il öncə. Çox səliqəli baxıblar, təmir çox gözəl qalıb və buranı istifadə etməyiblər. Yəni, yoldaşlar buranı istifadə etməyib. Ümumiyyətlə, mətbəx avadanlığı yoxdur. Baxın, görün necə olubsa standart tipdə qalıb. Çox genişdir, 40 kvadratdır, isti döşəməlidir və bu bağ evinin 18 tonluq su rezervuarı var. Hovuz çox maraqlı bir tipdə hovuzdur. Hovuzun da belə bu hissəsində də istirahət zonasıdır. Jankalarınızı qoyursunuz, necə deyərlər, dincəlirsiniz. Hovuzu boşaldırlar, yeniləyirlər. Belə bir şəlaləmiz də var. Və sizə indi evin daxilindən bir video təqdim edəcəm. İstəyirəm evin layihəsini sizə bildirim. Evin daxilindən sizə video göstərməmişdən öncə istəyirəm sizə həyətin qarşısındakı bu terası da göstərim ki, çox gözəldir. Təsəvvür edin ki, mətbəxdən çıxırsınız, burada qəhvaltı edirsiniz və ya günün istənilən vaxtında gününüzü keçirdirsiniz. Çox zövqlü, səliqəli, belə bir sürməli sistemlə də mətbəxə daxil olmaq olur. Çox fərqli, xüsusi. Və burada isə bizdə əlavə olaraq hovuzdan çıxıb, düzdür, fire seat deyil, belə bir söhbət, kiçik bir söhbət yeridir. Hovuzdan çıxıb, burada da əyləşib vaxtınızı keçirdə bilərsiniz. Evin tikintisi haqqında demək istəyirəm ki, çox keyfiyyətli inşa edilib. Bütün aksesuarlar KAS, ECA-ya məxsusdur, çox keyfiyyətli işlər görüblər. Və burada isə bizdə qonaq otağıdır. Qonaq otağından da birbaşa olaraq belə bir kiçik bir terasa çıxışdır. Bu da sürməli sistemdir. İndi isə sizə evin layihəsi haqqında məlumat verirəm. Ev haqqında video, deməli, evə daxil olan kimi bizi belə bir çox geniş və uzun bir dəhliz qarşılayır. Və burada proyekt bizdə səmərəli olaraq bölünür. Sağ istiqamətimizdə belə bir gözəl qonaq otağıdır. Qonaq otağı çox işıqlıdır. Baxın, görün necə panoramik pəncərələri var və bayaq vurguladığım kimi ağaclı ətraf və burada süni kamin də var. İndi isə mən keçirəm mətbəxə. Mətbəx bizdə dəhlizdə sol istiqamətdədir. Mətbəx mebellidir. Belə bir gözəl bir burada masa da var. Mətbəxdən isə birbaşa olaraq bayaqki sizə göstərdiyim bu belə bir terasa çıxışdır. Və keçirəm otaqlarımıza. Evimiz 5 otaqlıdır, 4 yataq otağından ibarətdir. Yataq otaqlarının ikisinin daxilində hamam otağı var. Ümumilikdə 3 hamam otağımız var. Sizə bir-bir yataq otaqlarını göstərirəm. Mənim master yataq otağı çox xoşuma gəlir, çünki arxa bağçaya çıxışı var, qapısı var. Çox fərqlidir. Evimiz tam isti döşəməlidir. Beləliklə, dəyərli izləyicilər, gördüyünüz bağ evi bir daha xatırladıram, 9 sot torpaq sahəsinin üzərində inşa edilib, tam çıxarışda da 9 sotdur, 630 min manat start qiymətimizdir və bu ərazi üçün deyərdim ki, çox əla bir qiymətdir, çünki torpaqlar burada çox yüksək dəyərləndirilir. Zəng edin, evimiz əşyasız təklif olunur və real alıcılara xüsusi bir indirimimiz var. Zəng edin, əlimizdən gələn sizə kömək edək. Bağımaz sizin etibarlı seçiminizdir. Özünüzə yaxşı baxın. Görüşmək ümidilə.